Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internet. Gördüklərimiz buzdağının sadəcə görünən tərəfidir. Bugün sizi internetin görünməyən, qaranlıq və qorxuducu sirlərinə aparacağam. Bura dərin veb adlanır. Amma məsələ sadəcə orada bitmir. Bəzi ideallara görə internet özü bir nəzarət alətidir. Bəzi hallarda isə başqa dünyalarla əlaqə qurmaq üçün yaradılmış bir texnologiya. Hazırsınızsa, dərinliklərə enək. İnternetin əsas 3 təbəqəsi var. Surface web, deep web, dark web. Surface web Google-da axtarış edib tapdığımız saytlardır. İnternetin sadəcə 4-5%-ni təşkil edir. Deep web qanuni olan baza məlumatları, elmi arxivlər, akademik resurslardır. Dark web anonim brauzerlərlə, xüsusilə Tor vasitəsilə daxil olan, çox zaman qanunsuz fəaliyyətlərlə əlaqələndirilən bir sahədir. Bura dərin sirlərlə doludur. Qara bazarlardan tutmuş, hökumətlərin gizlin sənədlərinə, hətta bəzilərinin iddiasına görə vaxtı qabaqlayan texnologiyaların paylaşımına gedir. İndi isə daha dərin enək. Dərin webdə dolaşan bəzi əfsanələr var ki, insanın qanını dondurur. Canlı olaraq zorakılıq, qətl və işgəncə videoların yayımlandığı deyilir. Amma bu barədə heç bir rəsmi sübut yoxdur. İnternet forumlarında bu tip otaqlarla bağlı yüzlərlə şahidin ifadəsi mövcuddur. İnternetin ən sirli şifrələnmə oyunlarından biri. Kimsə və ya kimlərsə dünya miqyasında minlərlə insanın mürəkkəb tapmacalarla yönləndirərək onları oyatmağa çalışır. Bunlar dərinliyin ən alt təbəqəsində yerləşən, çoxlarının heç toxunmağa cəsarət etmədiyi miflərdir. Güya süni intellektin idarə olunduğu, hətta qədim sivilizasiyaların məlumatlarının saxlandığı iddia olunur. Bəs internetin özü necə yaranıb və bu texnologiyanın arxasında duran kimlərdir? İnternetin əsası 1960-cı ildə Amerika Müdafiə Nazirliyinin ARPANET layihəsi ilə qoyulub. Yəni bu texnologiya hərbi məqsədlər üçün yaradılıb. NSA və digər kəşfiyyat qurumlarının internet üzərindən milyardlarla insanı izlədiyi artıq sir deyil. Edward Snowden bu həqiqətləri 2013-cü ildə bütün dünyaya çatdırdı. Bəzi nəzəriyyələrə görə internet təkcə nəzarət üçün yox, həm də kütləvi düşüncə manipulyasiyası üçün bir alətdir. İnformasiya müharibələri, alqoritmik senzura və big data analizləri artıq hər kəsi təsir altında saxlayır. Bəziləri deyir ki, internet təkcə texnologiya deyil, o bir qapıdır və hara açıldığı bilinmir. Qədim ezoterik inanc sistemlərində informasiya sahəsi anlayışı var idi. Kollektiv şuur, akaşik qeydlər. Bəziləri interneti akaşik səhnənin texnoloji versiyası adlandırır. Bütün məlumatlar burada toplanır və bu sonsuza qədər mövcud olaraq qalır. Quantum kompüterlər, serum və hətta bəzi illuminati nəzəriyyələri internetin arxasında metafizik və qeyri-adi insani varlıqların ola biləcəyini irəli sürür. Nəticə olaraq internet həyatımızı dəyişdi. Bu bir mənalıdır. Ancaq bu dəyişiklik müsbətmi oldu? Yoxsa biz tədricən rəqəmsal bir qəfəsə mi salındıq? İnternet çox qatılı bir sistemdir. Görünən hissəsində azadlıq var. Amma dərinliklərə getdikcə insanın ruhuna təsir edən bir enerji hiss olunur. Burada həm insan ağlının parlaq tərəfi var, həm də qaranlıq və idarə edici bir güc.
Və ən təhlükəsi odur ki, biz bunun içərisində yaşadığımızı hiss etmirik. Bəlkə də artıq çox gecdir. Bir insan üçün ən güclü silah informasiyadır. Amma bəzən o güc sahibini yox, sahibinə sahib olur.